Pythonunuz olsa da, olmasa da, yəni kitabdan oxumaqla, məsələləri, testləri həll eləməklə bəs eləyəcək. Vacib deyil ki, proqramınız olsun. Proqramını mən izah eləmək üçün göstərəcəm. Yəni istəyən 3 nöqtə versiyasını yükləyə bilər, 3.4 və ya 3.9 və 11 də yükləyə bilər. Məndə hə 11-də. Yükləyə bilərsiniz. Amma necə deyirlər, bu şəkildə də kifayət edir. Çünki imtahanda sizin proqram yanınızda olmayacaq. Beyinlə. Yaxşımı? Aydın görünür, bəli. Pythonda normal, yəni tam başdan başlayıram. Hesablama məsəl üçün bu interpretator pəncərəsidir. Interpretator maşın dilinə necə çevrildi? Bir-bir çevirirdi. Və interpretator səhv eləyəndə düzəltməyə icazə vermirdi deyirik, amma kompüterdə icazə var idi. Və beləliklə belə deyim. Yazıram ki, məsəl üçün 3 plus 4 mənə qaytaracaq 7-ni. Mən istəsəm bunu dəyişənə mənimsədə bilərəm. A bərabərdir 3 plus 4. Enter vurub A-nı soruşanda mənə qaytaracaq 7-ni. Bu şəkildə. Daha sonra necə deyirlər? Müxtəlif hesab əməlləri aparmaq olur. Məsəl üçün, hesab əməli plus bildiyimiz plusdur. Çıxma çıxmadır. Yox, altdan xətt qoy. Çıxma çıxmadır. Daha sonra deyək ki, bu nədir? Burada yazmalı deyildim. Çıxma çıxmadır. Vurma bir dənə. Hə, şərhlə verəm. DS işarəsi ilə. Dəqiqə. DS işarəsini yazmışıq. Dəqiqə. Hı. Məsələn, 2 ulduz qüvvət işarəsidir. Daha sonra adi vurma deyək. Bir dənəsi vurmadır. Sonra bölmə işarəsi adi bölmədir. Sonra qalıqlı bölmə nə idi? Pythonda da keçirdi. Faiz işarəsi, qalığı tapırdı biz üçün. Tam bölmə 2 xətti idi. Bu niyə yazmadı? Hə, bu şəkildə. Aha, əsas bu işarələrdir. Bildik bunları. Yaxşımı? Daha sonra gələk indi tiplərə. Məsələn, belə deyək, tiplər var. Move, məsəl üçün, div məsəl üçün bu 2 xəttdir. Device. Power. Power. Daha sonra indi onların hamısını yavaş-yavaş keçəcəyik. Belə deyək ki, necə tiplər var. Məsəl üçün, burada 7 qaytarır da. Məsələn, indi yazıram ki, 3 belə bölünsün 2. Bu şəkildə qaytaranda 1.5 qaytardı. Və yaxud da ki, bu gəl mənimsədək hər hansı bir ədədə, B-yə dəyişənə mənimsədək, 3 bölünsün 2 yazıram. Gəlib B-nin qiymətini verən istəyəndə mənə deyir ki, 1.5. Amma type yazıram. Məsəl üçün, dəqiqə B şəkildə. Deyəcək ki, float. Floatdır və A-nın tipini soruşaq. Yazıram type. Məsələn, A. Yəni, yuxarıda A-nın. O da deyəcək int. Burada tiplər var uşaqlar. Yəni, bunlar çox bizə lazım olacaq. Nəyə görə type-la inti ayırdıq? Type-la int nə idi? Float-la inti ayırdıq. Float kəsirli ədədlər gedir. Amma int tam ədədlər, integer. Float da elə floatdır. Belə deyirik ki, necə deyirlər? Əsasən biz dərin proqramlaşdırmada onun səbəbini belə deyirik ki, float tipində yazılanda, məsələn, arxada 0-1-lərlə onu yaddaşda saxlayır da, Pythonda və yaxud da ki, kompüterin özündə.
ona çox yer ayırır. Amma int tip olanda az yer ayırır. Deyə bilərik ki, onda hamısı floatla yazsın da, floatla qeyd eləsin çox yer. Axı onda çox yer tutacaq. Ona görə ədədlərə ayırıblar ki, integer olanda az yer ayrılsın, float olanda təkcə floatda çox yer ayrılsın. Yaxşımı? Bunu da bildik. İndi mən sizə yaxşı olar ki, necə deyirlər, PDF üzərindən buradan gedim ki, dərsi elə bil ki, bura baxa-baxa siz də necə evdə məşq eləyəcəyinizi yəni bilərsiniz. Həm də oxuyanda necə olacaq, onu görərsiniz. Yaxşımı? Belə deyək, bunu kiçiltməliyəm. Və ekran boyunca eləyək. Bunu kiçildək bu şəkildə. Buradan yerləşdirək, yapacaq. Bu da burada. Deməli, burada A dəyişəninə gedən qiymətlərdən sözlər gedir. 5 tipi olduğunu qeyd eləmişəm. 5B dedim ki, tam ədədlər, məsələn 1, 2, 3, 12, 10, yəni tam ədədlər sayılır. Sonra integer qısalaraq int tipi götürürük. Məsələn, burada bunun nümunəsini yazmışam, amma bunu eləməyəcəm hal-hazırda. Bunu məsəl üçün təkcə bu kopyalayıb atsaz, Pythonda yazsaz bu görünəcəkdir. Yəni oxuduqca jeba eynidir. C-nin tipini soruşmuşam. C-nin tipi nədir? Tam ədəd tipinin olduğunu deyir. Yaxşımı? Sonra float tipi həqiqi ədəd tipidir. Yəni testlərdə düşür float tipi nədir və yaxud da həqiqi ədəd nədir? Həqiqi ədəd ingilis dilində elə float olaraq yazılır. Riyaziyyatda kəsr ədədlər həqiqi ədəd tipinə məsələn 0.2, 0.5 kəsr ədədlər necə deyirlər? Burada C-yə mənimsətmişəm, məsəl üçün vermişəm 3.2 soruşmuşam, klasın və float olduğunu mənə deyib. Yaxşımı? Hə, bunu sonra sətr tipli string sözündən götürülür. Sətr tipində nədir? Məsəl üçün, gəlin bura bir dənə sətr tipi yazaq. Yazıram ki, C bərabərdir. Dırnaqda, məsələn, dırnaqda. Şurasıdır, hə, dırnaq, yazaq Azərbaycan. Uşaqlar, mən burada Azərbaycan yazacağam. E hərfi ilə. Əgərəm ə hərfi yazmağını istəyirəmsə, məsələn, ə yazım, bax yazmayacaq. Yox, yazmayacaq deyəndə bu zaten ə-ni yazmayacaq. I-ni yazır, ə-ni yazmır Python. Əgərəm ə-ni yazmağını istəyiriksə, ə, buradakı bunu kopyalayacağam. Ctrl-C eləyəcəm, gətirəcəm, atacağım, Ctrl-V deyəcəm. Hə, bu şəkildə olanda qəbul eləyəcək. Yaxşımı? Daha sonra Enter-i basıram. Məsəl üçün deyirəm ki, tipindir. Tipini soruşmaq üçün mötərizədə C yazıram. Mən string olduğunu deyəcəm. Niyə səhv oldu? Ben TÜİK'te böylece yazmışsınız ama Hə, bax. Gör nə qədər diqqətlisən sən. Yox, burada düzəltmə imkan vermir ki, təzədən yazmalıyım. CTR tipində olduğunu deyir. Burada məsəl üçün C-ni mən deyə bilərəm ki, 3-6 aralığındakı ədədlər. Bu gələn dərsdir əslində uşaq. adlı, başlangıç. Hə, elə bir şeydir. Məsəl üçün bunu mən Sen bak güzel bir şey yapmazsın. Of diye mesela e-mail falan. Mən diyelim. Niyə səhv götürdüm məktəbi? Hə, səhv. Nəysə, bu qalsın zaten bu dərsdədir. Orada nöqtə verəcəm. Səhv getdi. Sonra məntiqi tip. True, false.
True false-la gedirik. True nədir? False. True həmişə doğru qiymət alır. Excel-dən də tanıyırsınız bunu. Sonra false da yalan qiymət alır. Yalan gibi. Yalan olanda yəni deyir ki, false-dur. Yəni 0, bu da dəyəri 1-dir. Məsəl üçün A-ya deyirəm ki, A bərabərdir true. Həmişə də böyük hərflə yazılmalıdır, yoxsa yəni bu şəkildə qəbul eləmir. Internet keçirəm. Hə, type-ını soruşuram. Məsələn, mötərizədə A. Enter-ə vururam. Deyir ki, bu. Məntiqi tip. Daha sonra siyahı tipi. Siyahı tipi kvadrat mötərizənin içərisində yazılır. Yaxşımı? Kvadrat mötərizənin içərisində yazılır. Əm, Deyir ki, bəs bu gəlin bir dənə indi siyahı tipində nəsə yazaq da. Mesela bunu Bəzəkli mötərizənin içində yazılır da belə. hansı? Belə mötərizə. Bəzəkli. Onu PHP-də eləyirdik biz. Yuxarı proqramlaşdırmada. Evet. Ben YouTube'dan bakmışım. Düzdür. YouTube'dan bakmışım. Bu qaydadan Dimin qaydasında. yolunda şeydən. 200 oğullar 25 manat kitab çalmışsın. Hə. Bax bu şəkildə yazdım. İş burasıdır ki, mən bura sözdə yaza bilərəm. Necə deyərlər. Sonra hərflərdə yaza bilərəm, rəqəmlər də yaza bilərəm. Bir də bütün tipləri öz içərisinə daxil eləyir. Rəqəmləri də məsələn 3.2 nə tip idi? Ceyhun. Ceyhun sağ. Yaxşı, 10 nə tip idi? Tamam. Yaxşı, Azərbaycan nə tip idi? Sətr tipində idi. Yaxşı, true bu. Bəli, məntiqi tip. Yəni hətta özündə dırnağı deyir ki, səhv etmirəmsə. Bir işi var ki, bura kopyalayıb atanda uşaqlar, belə deyim, Ctrl V. Bunun dırnaqlarını dəyişim. Düzdür. Proqramlaşdırmada tək dırnaq, cüt dırnaq, dərin proqramlaşdırmada fərqi var. Çünki orada nöqtə qoyub hər hansı bir şeylə birləşdirəndə orada fərq edir. Amma beləncə burada fərqi yoxdur deyilir. Prosta indi buradan Word-dən kopyalayıb atanda onu qəbul eləmir. Enter-i vuraq. Aha, indi type yazıram. Mötərizə içərisində nə yazacağım Ceyhun? Soruşuram. Deyir ki, list tipində olduğum mənə bildirmiş olur. Sual var. Çətindir. Aha. İndi yəni bu dərsimiz bura kimidir. Yaxşımı? Altı kısmı. Ardın. Çözək.